Dünən gecə futbolda dünya çempionatının ikinci yarımfinal oyunu çərçivəsində İngiltərə və Argentina milli komandalar arasında keçirilən maçdan qabaq çoxlarının dilində ağzında bir ifadə vardı: Falkland münaqişəsi. Bir çoxları sualı konkret qoyurdu. Görək Argentina İngiltərədən Falklandin qisasını ala biləcəkmi? Qisas almaq deyən yazan adamlar Argentina millisi İngiltərə yığmaq komandası üzərində qələbə qazanmasını nəzərdə tuturdular. Hesab olunur ki, Argentinalılar İngilisləri məğlub edib dünya çempionatının finalında oynamaq hüququ qazansalar, bu tarixi qisas olacaq. Argentina millisi bütün zamanların ən titullu və bacarıqlı futbolçusu olan Lionel Messi'nin 101 dəqiqə boyunca yorulmadan etdiyi dribling sayəsində İngiltərə futbolçularına qalib gələrək final adladı. Bəs bu Falkland qisasını alması demək oldu mu? Olmadı. Çünki heç bir idman qələbəsi torpaq itkisinin bədəli ola bilməz. İdman qələbəsi coşmuş emosiyaları su səpən, özünə və öz gücünə inam aşılayan rəmzi qələbədir. Onun altındakı maddi qazanc olsa çempionluq üçün nəzərdə tutulmuş pul mükafatı, müvəqqəti saxlanılan kubok bir də şan şöhrətdir. Torpaq itkisi isə faciənin tam özüdür. Argentina İngiltərəyə futbolda uduzmasa da qısa sürən müharibədə uduzub və torpaq itirib. Bu torpağın adı Falkland adalarıdır. Falkland yəni xalq torpağı. Bu adı o adalara ingilislər qoyublar. Ondan əvvəl adaların adı Malvinas olub. Ona görə də bu adalar hələ də Britaniyanın nəzarəti altındadır və müasir dünyanın ən mübahisəli geosiyasi məsələlərdən biri sayılır. Arxipelag iki əsas adadan, şərqi və qərbi Falklanddən, biri Atlantik okeanı səpələnmiş 700-dən çox kiçik adadan ibarətdir. Adaların ümumi sahəsi təxminən 12.200 kvadrat kilometrdir. Sahil xəttinin uzunluğu 1300 kilometrə yaxındır. Falkland adaları Avropalılar tərəfindən ilk dəfə 1592-ci ildə görülüb. 1690-cı ildə Britaniyalı dənizçi John Davis iki əsas ada arasındakı boğazı Falkland adlandırıb. 1765-ci ildə Britaniyalılar ilk məskunlaşmanı qurublar, lakin İspanlılar 1770-ci ildə onları adadan qovublar. 1816-cı ildə Argentina İspaniyadan müstəqillik əldə etdikdən sonra Buenos Aires hökuməti Falkland adalarına sahibliyi iddiasını irəli sürüb, lakin 1833-cü ildə ingilislər geri qayıdaraq adanı nəzarətə alıblar. O vaxtdan bəri adalar üzərində yurisdiksiya məsələsi mübahisə predmetidir. Birləşmiş Krallıq 20-ci əsrdə əksər müstəmləkələri itirsə də Falkland adalarını özündə saxlamağa davam edir. 1940-cı ildə Argentina Mərkəzi və Cənubi Amerika dövlətlərinin dəstəyi qazanaraq adaları qaytarılması tələbini gündəmə gətirib. 1971-ci ildə tərəflər arasında danışıqlar başlayıb, lakin nəticəsiz qalıb. Bu adalara görə 1982-ci ildə apreldə Argentina və Britaniya arasında 2 ay 12 gün davam edən müharibə də olub. Argentina hərbi qüvvələri həmin aprel ayının 2-sində adaları işğal edib. Britaniya bunun cavab olaraq böyük hərbi dəniz və hava qüvvəsi göndərib və 14 iyun 1982-ci ildə Argentinalılar Falklandi tərk etməyə məcbur edilib. Falkland adaları Britaniyanın dənizdaşırı ərazisi statusuna malikdir. London ümumi sayı 3000 nəfər, bir ortabab Avropa qəsəbəsi əhalisi qədər olan ada sakinlərini qoruyur, təmin edir. Yerli əhali əsasən balıqçılıq, qoyunçuluq və turizm hesabına yaşayır.